Gündüz müəllim Süleymanov Qaraçuxur məscidin imamı, dəyərli qardaşım, hansı hallarda yalan danışmaq olurmu, icazə varmı dinin gətirdiyi qaydalar içərisində? Ümumiyyətcə onu deyim ki, oxuduğum gözəl bir söz var idi, həqiqətən də çox möhtəşəm bir sözdür. Deyir ki, bəzədikcə çirkinləşən tək şey yalandır. Yəni, nəyi bəzəyirsən, gözəllik verir. Zinətləndirdikcə həmin şey dəyərə minir. Yeganə, çirkinləşən şey o da yalandır. Maraqlıdır. Həqiqətən bu söz mənim çox xoşuma gəldi. Onu bildirim ki, dinimiz, bildiyimiz kimi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yəni bizim üçün örnək olacaq o şəxsiyyət əmin ləqəbi ilə məşhur idi. Əmin nə deməkdir? Yəni, hər kəsin inanacağı şəxs idi. Yəni, əmin o şəxsə deyilir ki, heç vaxt yalan danışmamış. İnanılmış. İnanılmış şəxs. Yəni, güvənli, inanılan, yəni etibar edilən şəxs deməkdir. Baxın, mövzumuzla əlaqəli olaraq, həm də biz Ramazandayıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin gözəl bir sözü var. Onu istəyirəm bildirim. Buyurun. Peyğəmbərimiz aleyhissalatu vesselam buyurur ki, yəni oruclu, yalan və yalanla iş görməyi tərk etməzsə, Allahın onun ac qalmasına ehtiyacı yoxdur. Deməli, Bəqərə surəsində də uca Rəbbimiz nə buyurur? Ey iman gətirənlər, sizdən öncəkilərə fərz qılındığı kimi sizə də fərz qılındı. Vacib buyurur. Ləalləkum təttəqun deyir arxasında. Nə deməkdir? Bəlkə təqvaya çatarsınız. Elədir. Yəni, təqvanın, belə demək mümkünsə, mömin olan bir kimsə, əmin olan, hər kəsin əmin olduğu bir şəxs olmalıdır. Peyğəmbərimiz aleyhissalatu vesselamın həyatı bizim üçün ən gözəl örnəkdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əslində oruçluya bunu bildirmək istəyir ki, ey oruçlu, sən sadəcə mədəni ac saxlamaqla, yəni Allahın istədiyi səndən bu deyil. Allahın istədiyi sən təqvaya çatasan, Allahdan qorxasan, Allahın əmr və qadağalarına riayət edəsən. Yəni, orucun əsl mahiyyəti budur. Yoxsa Allah-u Teala'nın bizi ac saxlamasından məqsədi və yaxud da bizə əziyyət verməsi kimi düşünmək yanlışdır. Əslində, biz oruç tutarkən öz mənəvi ab-ı havamızı yüksətməyə çalışmalıyıq. Niyə oruç tuturuq? Niyə oruç tuturuq? Ona görə oruç tuturuq ki, Allah Azza və Cəllə bizim, belə demək mümkünsə, mənəvi olaraq çatışmayan yanlışlarımız var. Bir mənəvi pəhriz ayıdır bu ay. Yəni, bu ay qeybətə yox deməliyik, yalana yox deməliyik, iftiraya yox deməliyik, ədalətsizliyə yox deməliyik. Bunlar əslində insan oruç tutduğu zaman insan öz aciziyyətini anlayır. Ya Rabbim, mən həqiqətən də acizəm. Elə qulluq ədəbi də budur. Bəli. Yəni, özünü anlamağa çalış. Əslində, insan mən arafə nəfsəhu fəqat arafə Rabbəhu. Özünü tanıyan Rəbbini tanıyır. Elədir. Yəni, burada insan öz aciziyyətini anlayır. Mən sənin aciz bir qulunam, ya Rabbi. Yəni, mən bir bəsit yeməkdən məhrum qaldığım zaman üşümə tutur, halsızlıq başlayır. Bu nəyin əlamətdir? Yəni, yeganə qüdrət və güc sahibi Allahdır. Biz sadəcə bəndəsiyik. Biz sadəcə onun aciz qullarıyıq. Allah razı olsun. Gözəl başladıq. Gözəl qardaşımız, necə gedir?